Herkese yeniden salam. Mən Günel Əzadə, Qajar Akademinin IELTS instruktoru və eyni zamanda PhD-lərin writing-ini yoxlayan müəlliməm. Deməli, bugün biz növbəti ikinci part videomuzu çəkirik. Düzdür, IELTS tələbələr də bundan faydalana bilər, amma daha çox PhD-lər üçündür. Bugün artıq strukturla bağlı problemlərə fokuslanacağıq. Mən bəzi kiçik məsləhətlərimi verəcəm və bununla da videonu yekunlaşdıracağıq. İlk strukturla bağlı problemimiz odur ki, introduction hissədə paraphrase problemi. Bu nədir? İstər task 1 olsun, istər task 2 olsun. Bəzən tələbələrdə nə görürəm? Hətta task 1-da görəndə daha çox təəccüblənirəm. Özlərindən əlavə məlumat əldə edirlər. Ümumiyyətlə, introduction hissə bunu tələb etmir sizdən. Introduction hissə sizdən paraphrase tələb edir. Paraphrase isə verilənin başqa sözlərlə, başqa cümlə strukturları ilə dəyişdirilməsi, amma mənanın eyni şəkildə saxlanmasıdır. Paraphrase ilə bağlı bizim digər videolarımız var. Overall necə yazılmalıdır, bununla da bağlı videolarımız var. Bunun üçün də səhifəmizə buyuruq, oradan videoya baxıb yararlana bilərsiniz. Introduction hissənin paraphrase edilməsində sadəcə biz mənanı saxlayacağıq. Paraphrase necə olunur? Paraphrase-də biz sinonimlərlə əvəz edib paraphrase edə bilərik. Biz part of speech-ləri dəyişdirə bilərik, yəni nitq hissələrini dəyişdirərək əvəz edə bilərik. Məsələn, production deyirsə, produce deyə bilərik. Overseas deyə bilirsə, məsəl üçün overseas people, okay, foreign people deyə bilərik. Daha sonra biz nədən istifadə edə bilərik? Cümlənin quruluşunu dəyişdirə bilərik və ya cümlənin sırasını dəyişdirə bilərik. Cümlənin quruluşunu dəyişdirmək isə, məsəl üçün, bu ən advanced formadır, paraphrase-də. Əgər active voice-asa, passive voice-a keçə bilərik, clef cümlə ilə yaza bilərik. Bu da sizin introduction-ı daha oxunaqlı edir. Unutmayın ki, introduction və conclusion bir-birini tamamlamalıdır ki, essemiz uğurlu olsun. Yəni, introduction və conclusion bir-birini yaxşı tamamlayırsa, bu o deməkdir ki, esse başa düşüləndir. Digər bir problem nədir? Overall problemi. Overall problemi bilirik ki, overall task 1-da olur ancaq. Və tələbələrin burada çaşdırdığı şey nədir? Tələbələr charta baxıb, ümumi nə görürlər, ondan bəhs etməlidirlər. Overallda heç bir şəkildə biz rəqəm əlavə edə bilmərik. Heç bir spesifik data verə bilmərik. Sadəcə mən verilən bar chart-mı, pie chart-mı, table-mı və s. hansı chart olur olsun, ora baxıb mən general bir insight, general bir overview verməliyəm. Bu da necə olacaq? Bunun üçün bizim sadəcə iki yolumuz var. Bir, böyükdən kiçiyə, yəni artıb, azalıbmı? Ya bu cəhətdən overall yaza bilərik, yəni məsələn, verilən vaxt ərzində rəqəmlərdə artım və ya ki, azalma varmı? Ya da ki, ən böyük, ən kiçik hansıdır həmin o vaxt üzrə? Bu şəkildə istifadə edərək biz overall'umuzu yaza bilərik. Overall'da da yəni əsas çətinlik də burasındadır ki, tələbələr sadəcə o datanı qruplaşdıra bilmirlər general olaraq. Digəri isə söz limitidir. Bəzən nəyi görürəm? Söz limiti ya həddindən artıq az olur, ya da həddindən artıq çox olur. Həddindən artıq az olanlarda vocabulary problemidir ki, mövzuya dair topic related vocabulary yoxdur. İstər task 1 üçün olsun, istər task 2 üçün olsun. Amma aşırı söz limitinin problemi odur ki, tələbə sadəcə show off eləmək istəyir. Bu isə essenin artıq off-topic olmasına gətirib çıxardır. Yəni, burada həm off-topic olmasına, həm də ki, oxucunu çox yorur. Yəni, çox söz artırıb 300 dənə və ya 350 dənə, 400 hətta yazmaqla biz sadəcə qarşımızdakı oxucunu yoruruq və həmin oxucu heç onu oxumaq da istəmir.
Və ora unutmayaq ki, biz sadəcə ideyalarımızı vermək üçün oradayıq. Söz, advanced vocabulary'miz ola bilər, çox gözəldir. Amma biz bilməliyik ki, hər topikin özünün vocabulary'si var və əsas olan ideyaların dəqiq və axıcı formada çatdırılmasıdır. Bu həm Writing Task 1-a, həm Writing Task 2-ya aiddir. Digər bir məsələ sualı anlamamaq. Sualı anlamadığımız üçün biz heç bir şəkildə ideyanı düzgün şəkildə çatdıra bilmirik. Məsəl üçün, mən tələbələrin yazılarını oxuyarkən gördüyüm şey budur ki, ideyanı çatdırmaq istəyirlər, amma sırf sualda nəyisə anlamadıqları üçün tam olaraq example verə bilmirlər və yaxud ki, tam olaraq fikri aydın şəkildə izah edə bilmirlər. Bu da təbii ki, onların həm vocabulary'sini qısıtlayır, həm də ki, ideya olmadığı üçün, sualı anlamadıqları üçün və sualı anlamayanda da ideya olmadığı üçün hansı tip qrammardan istifadə ediləcəyi, yəni sözlərimizi qrammatik yolla necə çatdıracağıq, onu da bilmirik. Ona görə mən bəzi tələbələrin yazılarını bir də oxumalı oluram ki, bu tələbə burada nə demək istəyir bu fikri ilə, bu ideyası ilə. Digər bir məsələ planlaşdırma və struktur anlayışıdır. Bunu mən bütün IELTS tələbələrimə və ümumiyyətlə yazılarını yoxladığım tələbələrə feedback olaraq nə deyirəm? İlk öncə nə yazacaqsınızsa onu qruplaşdırın. İnanın ki, bu sizə vaxt etkisi gəlir, amma əksinə, bu sizin vaxtınızı inanılmaz dərəcədə saxlayır. Writing Task 1-da olsun. Məsəl üçün deyəlim ki, Body 1-da nə yazacağam? Body 2-da nə yazacağam? Overall-dakı, aydınlaşdırdım ki, böyüklə balaca və ya ki, ən böyük, ən kiçik, artıq yazılan və s. Bunu dəqiqləşdirdim mi? Mənim üçün datanı yazmaq artıq su olacaq. Çünki əlimdə artıq material var və mən düşünmürəm nə yazacağam. Çünki artıq mən lazım olan şeyləri bir kənara yazmışam. Elə Task 2-da da olsun. Sual nədirsə, onunla bağlı ideyanızı və hər ideyanın da yanına nümunə olaraq göstərəcəyiniz cümləni yazsanız, bu sizin əlinizdə datanın olduğunu göstərir və artıq datanı qrammatika ilə, sözlərlə artıq yazmaq bir tələbə üçün çətin olmur. Çünki artıq o tələbənin fokusu ideya axtarmaqda deyil. Artıq o tələbənin fokusu ideyaları yazmaqdadır. Yəni, bir kompüter düşünün, bir kompüterdə bir neçə tabın eyni anda açıldığını düşünün. Həmin an kompüter donma prosesi yaşayır, düzdürmü? Eyni ilə tələbənin də beyni belə olur. Yəni, eyni anda həm ideya düşünməyə çalışırlar, həm advanced vocabulary düşünməyə çalışırlar, həm advanced cümlə strukturları düşünməyə çalışırlar. Buna görə də esseləri çox vaxt oxunaqlı olmur. Və ən sonuncu şəxsi nümunələrdən istifadə. Nümunə verməyə gələndə tələbələrin bəziləri şəxsi nümunələrdən istifadə edirlər. Amma şəxsi nümunələr keçərli deyil. İstər IELTS-də olsun, yəni, zaten nümunə Task 2-da verilir, Task 1-da yoxdur. Heç bir şəkildə də heç bir tələbənin Task 1-ını oxuyarkən buna rast gəlməmişəm. Amma Task 2-da bəzi tələbələr özlərindən, öz həyatlarından nümunə verirlər, hansı ki yanlışdır. Və bəzi tələbələr şəxs əvəzliklərindən də bu şəxs əvəzliklərindən istifadə edir ki, hansı ki olmaz. You, I, we. Bunlar qətiyyən istifadə edilməməlidir. İstifadə ediləcək əvəzliklərimiz they, he, she, it ola bilər. These, that, those, these. Bunlar ola bilər. Çünki bu əvəzliklər general danışır. Aydındırmı? Ona görə də essələrimizdə buna diqqət edək. Bugünlük strukturla bağlı problemlərimizdən bu qədər. İnşallah ümidvaram ki, lazım olan qaydaları öyrəndik və bizə qaldı bunları tətbiq eləmək. İmtahanınızda hamınızı uğurlar arzulayıram. Özünüzə yaxşı baxın. Gələn dəfə görüşərik. Uğurlar. Sağ olun.